Bugün bütün Azərbaycan xalqı 20-ci əsrin sonunun ən ağır hərbi cinayətlərindən biri olan, ən ağır insanlıq əleyhinə olan cinayətlərdən biri Xocalı soyqırımının 34-cü il dönümünü anır. Bu günləri biz də Xarici İşlər Nazirliyinin kollektivi olaraq buraya gəldik ki, öz şəhidlərimizə həyatlarını qurban vermiş insanların xatirəsinə öz ehtiramımızı bildirək, onları yad edək. Ancaq eyni zamanda reallıq ondan ibarətdir ki, son 5 il ərzində Azərbaycan xalqı bu günü anarkən eyni zamanda bu qurbanların da, bu insanların da öz canlarını fəda etməsi nəticəsində öz əzəli torpaqlarını düşmən tapdağından azad etdi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi, Azərbaycanın suverenliyi bərpa edildi və bu günləri bütün Qarabağımızda bərpa quruculuq işləri gedir. Ora insanlar qayıdır, ora həyat qayıdır, o cümlədən Xocalıya da. Xocalı qətliamı, Xocalı faciəsi bu hansısa bir ayrı götürülmüş bir dəhşətli faciə və cinayət deyildi. Biz çox yaxşı bilirik ki, Xocalıdan öncə bizim bir çox yaşayış məntəqələrimizdə buna oxşar qətliamlar, buna oxşar qırğınlar baş vermişdir və bu düşünülmüş həmin zaman siyasətin etnik nifrət əsasında qurulmuş siyasətin tərkib bir hissəsi idi. Sadəcə olaraq həmin o faciələr sırasında Xocalı faciəsi miqyasına görə, ən böyük olduğuna görə bir gecədə 613 insanın həyatına, günahsız insanların, onların çoxsu tamamilə günahsız mülki şəxslər idi. Onların arasında qadınlar, uşaqlar, yaşlı insanlar var idi və təbii ki, biz bunu heç zaman unuda bilmərik. Bu günləri Azərbaycan başqa reallıqlar inkişaf edir. Biz bu günləri sülh prosesi barədə danışırıq. Bu istiqamətdə torpaqlarımızı bərpa edərkən, öz hüquqlarımızı bərpa edərkən, tarixi ədaləti bərpa edərkən Azərbaycan dövləti, Ali Baş Komandan Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu, qəhrəman Azərbaycan ordusu nə qədər qətiyyətli addımlar atırdısa, bütün dünya gördü ki, sülh prosesində də məhz tam liderlik, bütün təşəbbüslər yenə də Azərbaycan dövləti tərəfindən edilmişdir və bu günləri bu istiqamətdə ciddi addımlar atır, çox böyük nəticələr göz önündədir. Ancaq eyni zamanda biz tariximizi unuda bilmərik.